Deyir, üzün dolandırdı Kərbəla yoluna, Əssalamu aleykə ya Əba Əbdillah. Ondan atdılar Darül İmarənin damından yerə. İmam Hüseyin nə zaman bu salamın cavabını verdi? Bu salam ki İmam Hüseynin qulağına çatdı. İmam Hüseyin bu salamın cavabını verdi meydanda tək qalanda. Hamı şəhid olmuşdu. İmam Hüseyin meydanda tək idi. Üzün dolandırdı Kufə səmtinə. Birinci çağırdı, ey Müslim ibn Əqil, ey Hani ibn Ürvə, hardasız, qumu an nəvmətikum, qalxın yuxuzdan. Hüseyin tək qalıb, durun Hüseyni müdafiə eləyin. Müslümin salamının cavabı bu idi. Bugün kərvan gəldi, çatdı Kərbəlaya. İmam Hüseyin əleyhissalam düşdü yerə, dedi, bura haradır? Dedilər, bura Kərb-ü bəladır. Dedi, əuzu billah minəl kərbi vəl bəla. Bəladan və müsibətdən Allaha pənah aparıram. Zeynəb gəldi kəzavənin üstündə, dedi, qardaş, bu nə yerdir belə? Ayağımı qoyandan dünyanın qəmləri sinəmə çöktü. Dedi, bacı, bura vəd olunan yerdir, bura Kərbəladır. Deyir, düşmən deyir, gördük, bütün kişilər sürətlə bir tərəfə hərəkət elədilər. Deyir, baxdıq, gördük ki, görəsən nə baş verib? Bəni Haşim kişiləri, igidləri, hamısı qaçdılar o tərəfə. Baxdıq, gördük, Zeynəb qalxıb ayağa, kəzavədən yerə endirirlər. Bir tərəfdə Əli Əkbər, bir tərəfdə Qasim, Hüseyn, Əbəlfəz. Dedi, bu xanım kimdir? Belə özünə məxsus bir əzəməti var, cəlalı var. Dedilər, bu Əli qızı Zeynəbdir. Deyir, həmin o xanımın vəziyyətinə Məhərrəmin 11-də baxırdım. Qalırdı qətligahla xeyməcah arasında. Bilmir uşaqları sakitləşdirsin, bilmir o yetimləri aram eləsin, bilmir o cənazələrə tərəf getsin. Bir uşaqları bir-bir dəvələrə mindirdi. Ondan sonra gəldi, dedi, Hüseyin gəlirəm. Bir dəqiqə gözdə gəlirəm, qaçdı Əbəlfəzin cənazəsinə tərəf. Dedi, ay qeyrətli qardaşım, nə yatmısan? Bax, gör qollarımı bağlayıblar. Kəndirə bağlanmış qolların Əbəlfəzə göstərdi. Sonra gəldi, üzün qoydu İmam Hüseynin o yaralıb kəsib boğazına. Dedi, Hüseyin, and olsun Allaha, öz ixtiyarımda olsa buradan getmərəm. Qalaram, o qədər ağlayaram, canım çıxar. İmam Zaman məni bağışlasın. Bir dəstə ərəb gəldi, əllərini qamçıya atdılar və xanım Zeynəbi zorla qardaşının cənazəsindən ayırdılar. Əla lənətullah, ələl qavmiz zalimin. La havlə və la quvvətə illa billahəl aliyyil azim.